Azərbaycan xalqına xas olan milli mənəvi dəyərlərdən biri də xeyriyyəçilikdir. Maddi imkanından asılı olmayaraq kiməsə, kimlər üçünsə kiçik də olsa yardım əli uzatmaq da xeyriyyəçilik, insanpərvərlik nümunəsidir. Azər Kərimov da belə insanlardandır. Əksəriyyət onu yüksək ali savadlı ziyalı, alim kimi tanıyır. Lakin o, bununla yanaşı vətəni üçün əlindən gələni etməyə çalışan bir şəxsiyyətdir. Nəzərinizə çatdıraq ki, Azər Kərimov Qərbi Azərbaycanda Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində el şairi Qəmgin Fəzlinin ailəsində dünyaya göz açıb. Onun babası Məşədi Qasım 1918-20-ci illərdə Azərbaycanda soyqırımlar törədən erməni quldur dəstələrinə qarşı döyüşən igid el qəhrəmanı olub. Bizim xalq dönməz cəsarətli xalqdır ki, düşmana qalib gəlir. Lakin Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1948-52-ci illərdə Stalinin əmri ilə doğma torpaqlarından çıxarılandan sonra Azər müəllimin ailəsi də Bərdə rayonuna pənah gətirir. Soydaşları ilə birgə burada doğma Göyçənin yadigarı olaraq Yenidaş kəndini yaradıb məskunlaşıblar. Ötən əsrin 90-cı illərində ermənilərin Azərbaycana yenidən torpaq iddiaları başlayanda bu kəndin neçə qəhrəman oğulları 1-ci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edib. Onlardan şəhidlik zirvəsinə yüksələnlər də oldu. Şəhidlərdən biri də Azər müəllimin kiçik qardaşı Yasif Kərimov idi. Hazırda Bərdə rayon Yenidaş kənd tam orta məktəbi şəhid Yasif Kərimovun adını daşıyır. Qeyd edək ki, Azər Kərimov bir Azərbaycan ziyalısı olaraq hazırda Çexiya Respublikasında universitetdə müəllimlik fəaliyyəti göstərir. Onun tələbələri içərisində Azərbaycanlılar da var. Azər müəllim öz doğma xalqının övladlarının qərib ölkədə təhsil almalarına daima yardımçı olmağa çalışır. Onun tələbələrindən bir çoxu yüksək vəzifələrdə, idarəetmə sahəsində fəaliyyət göstərirlər. Azər müəllim xarici ölkədə yaşasa da öz vətənini, elini, obasını da unutmur, imkan daxilində doğma kəndinin abadlaşmasına dəstəyini əsirgəmir. Ötən günlərdə Yenidaş kəndin bir küçəsinə, maddi vəsaiti hesabına asfalt döşənməsini həyata keçirib. Bu münasibətlə bir araya gələn sakinlər, Qarabağ qaziləri və qonaqlar təqdirə layiq addımı yüksək dəyərləndirib Azər müəllimə təşəkkürlərini bildiriblər. Yolun çəkilişində əmək olan bütün adamlara minnətdarlıq edirik kənd cəmaətimizin adından. Çox sağ olun, Allah canınızı sağ eləsin. Həmişə belə abad işləri görəsiniz inşallah. Xalqımızı sevindirəsiniz. Sağ olun. Hər bir inkişaf o öz ibtidai varlığına söykənir. Mən də bu kəndin yetirməsiyəm. Bu kənddə dünya göz açmışam, oxumuşam, təhsilimi başa vurmuşam və bütün xaricdəki müəllimlik fəaliyyətimdə həmişə xalqımızın tanınması, Azərbaycançılığın dəstəklənməsi, tanınması yolunda demək olar ki, mümkün qədər çalışmışam, maksimum çalışmışam və o görülən işlərin bir hissəsi kimi bizim bu doğma kəndimizdə, hansı ki 20-dən çox şəhidi olan bir kəndin, doğma kəndin abadlaşdırılması işində mənim də ürəyimdən keçib ki, hər dəfə xaricdən gələndə nə isə eləyim. Bugün qürur hissi ilə demək olar ki, biz bu görülmüş işləri biz qeyd edirik. Mərhum prezidentimiz Zatərlər Heydər Əliyevin dediyi kimi yol mədəniyyətdir, yol iqtisadiyyatın bünövrəsidir, yol birlikdir və bu istiqamətdə zərrəcik də olsa bizim kəndimizin bu deportasiyası, 70 illik deportasiyası qeyd olunan bir Yenidaş kəndimizin demək olar ki, abadlaşdırılması içində zərrəcə bir damcı da olsa mən buna çox sevinirəm. Sizə də minnətdaram ki, siz bunu ərsəyə gətirirsiniz, bunu işıqlandırırsınız və nə qədər bizim məsləhətlərimiz də olsa, gözümüz yenə bizim Göyçə mahalındadır. Biz yeni Daşkəndlərik, amma əsl Daşkəndimizi biz heç vaxt unutmamışıq, unutmarıq da. Hörmətli prezidentimiz Zatərləri İlham Əliyev cənablarının qayğısı, diqqəti və tələbkarlığı qarşımıza qoyduğu mühüm vəzifə kimi, Qərbi Azərbaycan icmasının bir növrəli bizdə olan tapşırığı kimi, bizə olan dəstəyi kimi biz hökmən doğma Daşkəndimizə qaydasıyıq. Bu bir səhifənin başlanğıcı da olsa, çox ürəyimizdən olan bir addımdır. Allah hər bir, üzə yaradan hər bir insanın öz
arzusuna çatdırsın. Deməli, bugünkü gündə 1953-cü ildə Ermənistandan Göyçə mahalından deportasiya olunan Yeni Daş kəndin böyük bir məhəlləsindəyik. Cəmaatın xahişi ilə, başda Azər müəllim Kərimov olmaqla, Məşədi Qasım kişinin nəvəsi, Feyzi kişinin oğlu olmaqla xahişi ilə, Akif müəllimin rəhbərliyi ilə, Akif müəllim idarə etməsi ilə, Akif müəllim xahişi ilə təmənnasız olaraq Akif müəllim bu kəndin gözəl küçəsinə asfalt qoydurubdur. Mənim böyük qardaşım, mənim dostum. Və biz bugünkü gündə fəxr edirik ki, bu kənd cəmaatı faktiki olaraq bugünkü gündə Bərdədə yaşamaqlarına baxmayaraq Ermənistan havasından yaşayırlar, Göyçə havasından yaşayırlar. Prezidentimizin bugünkü gündə qarşısına qoyduğu məqsəd ki, Göyçəlilər də Göyçəyə qayıtmalıdır. Bugünkü gündə doğrudan da bu cəmaatın bu Bərdə rayonunda yaşatdığı bu gözəl çarşkeşən, gözəllik, yaşıllıq, böyük təsərrüfat, deməli bu cəmaat zəhmətkeş cəmaat, çalışqan cəmaatdır. Azər müəllim var olsun ki, bu kəndin professor oldu. 35 ildir Rusiyada, Avropada, Çexiyada da yaşamağına baxmayaraq, professor olmağına baxmayaraq bu kəndlə yaşayır. Bu kəndin hər bir dərdinə, hər bir əsərinə ürəkdən can yandırır. Akif müəllim də onun qardaşı, dostu kimi bu kəndə hər bir problemə kömək eləməyə çalışır. Eyni də mən, Nasib Qurbanov, bu kəndə bağlı bir adamlarıq. Bu kəndin hər bir yasına, xeyrinə, şərinə həmişə yanımızdayıq. Allah sizləri var eləsin. Bu köçkün, qaçqın cəmaata Azərbaycan xalqı, prezidentimiz necə kömək eləyirsə, biz qardaşlar da həmcə kömək eləməyə Mən də hazırıq. bu kəndin bir vətəndaşı kimi Azər müəllim öz minnətdarlığımı bildirirəm. Həm şəhid qardaşıdır, həm bizim ziyalımızdır. Allah təala ona kömək olsun ki, bizim bu küçəni bu gözəllikdə abadlaşdırıb, asfalt çəkdirib. Allah təala özü qorusun. Mən də bir Yeni Daş kənd sakini kimi bugün bu yolun çəkilişində bütün zəhmət olanların hamısına can sağlığı arzulayıram, uzun ömür arzulayıram, minnətdarlığımı bildirirəm. Yəni yol mədəniyyətdir, dünyanın arasında olur olsun. Doğrudan da təmizlikdir. Bir daha bir Yeni Daş kənd sakini kimi, bu küçədə yaşayan bir adam kimi çox sevinirəm. Allah canlarını sağ eləsin, yenə deyirəm. Səbəbkarların hər kim bu yolun çəkilişində zəhməti var. Bir daha minnətdarlıq eləyirəm. Allah razı olsun deyirəm. Bərdə rayonun Yeni Daş kəndinin sakini kimi, bir Qarabağ qazisi kimi, şəhid qardaşı kimi Azər müəllimə çox təşəkkür edirəm onlar. Azər müəllim Məşədi Qasımın nəvəsidir. Şəhid Yasifin qardaşıdır. Azər müəllim bu Yeni Daş kəndinin, nə ki Yeni Daş kəndinin, Bərdəmizin, Azərbaycanımızın fəxridir. Ona görə ki, Azər müəllimin babası Məşədi Qasım, onun qardaşı Yasir Kərimov şəhid olub vətən uğrunda. Özü də bu xeyirxah işləri görür. Atası Fəzi Baba şair idi, kəndin ağsaqqalı idi. Və Azər müəllim bunun hamısını davam edir. Azər müəllim Yeni Daş kəndində bax görürsünüz, bax bu asfaltı saldırır. Elə mən istəyərdim ki, bu Yeni Daş kəndin sakinləri və əsas işləri, yəni bu işlə bağlı olan insanlar elə bu küçəyə Azər adı versələr lap yaxşı olar. Ki ona görə ki, bu işi Azər müəllim görüb, mən inanıram ki, bundan sonra da Azər müəllim kəndi üçün, eli, obası üçün böyük iş görəcək. Azər müəllim Azərbaycanımız üçün böyük iş görəcək.